Sənin üçün deyirəm. Haradakı İmam Hüseynə məclis qurulur. İndi ola bilər evindir, ola bilər buradır. Oturmuşsan burada. Hə? İmam Hüseyn xüsusi nəzər eləyər. Ya Allah. Ya Allah. Burada yeri var deyəsən ki, qurda ünsiyyəti mənə inirsən. Ünsiyyəti özün qur, İmam Hüseyn nəzər eləyir, özlərinin vədidir, öz sözləridir, mənim sözüm deyil. Mənim anam, mənim bacım, mənim qardaşım. Danış İmam Hüseynlə. Yolun deyim, yolu Əbəlfəzdir. Hardan deyirsən? Babül Hüseyndir. Hüseyn qapısıdır. Niyə birinci geyirik Əbəlfəzə, sonra geyirik Hüseynə? Başqa söz deyim sənə. Bilirsən, İmam Hüseynin sağlığında bəzilər İmam Hüseynin söz deməksən Əbəlfəzə deyirdilər, Əbəlfəz geyirdi, İmam Hüseynə deyirdi. İndi də biz yenə gələk, yaxınlaşaq qapıya, deyə Əbəlfəz gəlmişik, sənin qapı var, Hüseynə sözümüz var, Hüseynə. Hüseynə sözümüz var. Çatdırarsan bizim sözümüzü Hüseynə. Nədir sözün, nədir sözün, nə istəyirsən? Hüseynə deyə Əbəlfəz, çox istəyirik biz Hüseyni. Qurban olaq o məzlum canıma. Balalarımız balalarına qurban olsun. Özümüz sənə qurban olaq, ay Hüseyn. Ya Əba Abdillah, bir salam vereyim. Esselamu aleyk ya Əba Abdillah. Esselamu aleyk ya Əba Abdillah. Hüseyin can, darıxmışıq sənin üçün, qəlbimiz darıxıb sənin üçün. Sənin aşıq ləbin dilindən deyirəm, elə darıxmışıq, elə istəyirik yüzümüzü qoyaq o zərihə. Heç qoysaq da ayrılmaq istəmərik, hərdən getmişik də düzdür, üzümüzü qoyuruq, adam biraz ayrılmaq istəyir, bir addım, iki addım gedir, təzdən qayıdır. Yadva düşdü səhnələr. O vəfalı Abbasıydı, o vəfalı Abbasıydı ki, Aşura günü Şimr o tərəfdən gəldi, səslədi Abbası, Abbasın qardaşlarını. Əbəlfəz cavab vermək istəmirdi. İmam Hüseyin dedi, Abbas cavab ver, fasiq də olsa cavabını ver. Çıxdı, dedi, nə istəyirsən? Dedi, amannamə gətirmişəm sənə, Əbəlfəz, gözün aydın olsun, sən çıxa bilərsən, bizim işimiz Hüseynləndir. Dedi, kim göndərib? Narahat oldu Əbəlfəz. Dedi, İbn Ziyad. Dedi, sənə də lənət, İbn Ziyada da lənət, amannaməyə də lənət, məni Hüseyndən ayırmaq istəyirsiniz. Yola saldı. Çətin vaxtları idi, bir səhnələri var. Əbəlfəzə qeyrətli insana daha çətindir. Baxır, görür, uşaqlar susuzdur. Bilirsiniz də məşkində su var idi, içmirdi, saxlamışdı uşaqlara. Elə ki, uşaqlar yaxınlaşır, dedi, ələ ətəş, suyunu verirdi uşaqlara. Daha məşkinə su qutarmışdı. Su qutarmışdı. Su qutarmışdı, vəziyyət yaxşı deyildi. Axırda gəldi, dayandı İmam Hüseynin qabağında. Bir kəlmə dedi, həl min ruxsə, ya seyyidi mövlay. Ay, mənim ağam, ağa deyirdi, ya seyyidi mövlay. Həl min ruxsə, mənə icazə verirsən, gedim vuruşum. Deyirlər, bəqa buqaən şədida. İmam Hüseyin möhkəm ağladı. Əbəlfəz də gedir. Əbəlfəz gedir. Böyük şəxsiyyət gedir. Dedi, Əbəlfəz, getmək istəyirsən. Dedi, Hüseyin can, ya seyyidi. Ləqət zaqə sədri, ürəyim partlayır, dayana bilmirəm. Ürəyim partlayır. Qardaşlarımı da şəhid vermişəm. Rahat oldum ki, qardaşlarım da şəhid oldu. Daqə sədri, ürəyim sıxılır, ürəyim partlayır. İmam Hüseyin də gedə bilərsən Əbəlfəz. Amma ağlayır da Əbəlfəz yola salanda. Əbəlfəz getdi. Gəldi, çatdı Fərata. Fərata çatanda burasını ki, eşitmişsiniz bu sözləri. Gəldi, çatdı, o Fəratdan suyu götürdü. İçmək istəyənə deyil, Zəkərə Ətəşəli Hüseyin. Hüseynin susuzluğu yadına düşdü. Əlini belə çəkdi, su töküldü. Məşki su ilə doldurdu. Böyük insanların imtihanı da böyüdü. Məşk dolub, adam biraz arxayınlaşır ki, su aparacam. Bir var, əvvəldən qoymayalar, suyu götürəsən. Bu götürüb indi arxayındır ki, Rüqəyyəyə su verəcəm. Uşaqlara su çatdıracam, deyir, əlində məşki tutub sevinir ki, nə yaxşı ki, məşki doldura bilmişəm. Deyirlər, gəldi, deyir, qabağa gəldi, orada idi ki, nanəciblər mühasirəyə aldılar, çox idilər, mühasirəyə aldılar. Bir yerdə idi ki, vurdular Əbəlfəzin sağ əli düşdü yerə. Sağ əli düşəndə yerə dedim, Vallahi in qətə'tumu ən yəmini inni uxami ən dini. And olsun Allaha deyirəm, mən Əbəlfəz, mənim qolumu da vursa sağ-soz yerə, mən dinimi qoruyacam. Hüseyin mənim dinimdir. Rüqəyyə mənim dinimdir. Əli Əsqər mənim dinimdir. Qoruyacam onları. Deyir, sol əlində tutmuşdu, sol əlini vurdular, saldılar yerə. O məzlum Əbəlfəz deyirlər, ağzında tutdu məşki, amma qaçırdı. O kinoda da bir səhnə var, qaçır.
O səhnə yadıma düşüb yəqin ki. Deyirlər, qaçırdı xeyməyə tərəf, o tərəfə ki, geçsin, suyu çatdırsın. Deyir, oxu çəkdilər. 2 dənə ox atdılar. 2 dənə ox atdılar. Birinci bəlkə də ikincisindən daha acı idi. Biri gözünə batdı İmam Əbəlfəz Ağanın. Biri gözünə, biri məşqə deydi. Məşqə deyəndə deyirlər, fəvəqəfəl Əbbas. Əbbas dayandı. Da bundan sonra xeyməyə getməyin mənası yoxdur. Dayandı, orada idi ki, düşmən bir dənə əmudla vurdu. Əmudla vurdu. Əbəlfəz yıxılanda dedi, ya əxak ədrikni əxak. Burada axır bir dəfə dedi, qardaş, çatdır özüvə. Çatdır özüvə. Əbəlfəzun yıxıldı. Deyirlər, İmam Hüseyin eşitdi, üzün tutdu Zeynəbə, bacısına, dadına yetişən o Zeynəb. Dedi, Zeynəb, bu kimin səsidir? Dedi, qardaş, Əbəlfəzin səsidir. Deyirlər, İmam Hüseyin qaçdı. İmam Hüseyin qaçdı, deyirlər. İmam Hüseyin gəldi, çatdı, Əbəlfəzi deyir, başını qoydu dizlərinin üstünə, tərpədirdi yerdən. Orada deyirlər, Əbəlfəz qayıtdı, Hüseyin, neynəmək istəyirsən? Ya əxak, ma turid, nə istəyirsən? Dedi, Əbəlfəz, istəyirəm sənə xeymələrə aparıb. Dedi, nə olar? Hüseyin, mən aparma. Hüseyin, mən aparma. Dedi, niyə? Dedi, uşaqlara su söz vermişdim da, su da apara bilmirəm, mən niyə aparsan xeymələrə? İmam Hüseyin qoydu onu, deyirlər, tək qayıtdı. Çox çətin idi İmam Hüseyinə. Hamı gəlir İmam Hüseyin tərəfi görək nə deyəcək. Gördü, amma Əbəlfəz yoxdur. Əbəlfəz yoxdur. Deyirlər, Səkinə qaçdı qabağa. Dedi ki, ya əba, eynə əmmiyəl Əbbas. Mənim əmim Abbas hanı? Zeynəb yaxınlaşdı. Qardaşım Abbas hanı? Əla lənətullah aləl qavmi salim. Zeynep yıkılıp Abbas